Bir zamanlar sakit bir şəhərdə Aylin adlı bir qadın yaşayırdı. Çöldən baxıldığı zaman Aylinin həyatında hər şey qaydasında görünürdü. İşi pis değildi, insanlarla davranışı yaxşı idi, tez-tez gülümsəyirdi. Amma içində sanki gizli bir yorğunluq var idi. Hər addımında özünü sanki görünməz bir yük daşıyırmış kimi hiss edirdi Aylin. Nə istədiyini bilsə də, bir qərar verəndə tərəddüd yaranırdı içində. Biraz irəliləyirdi, sonra amma geri çəkmək məcburiyyətində hiss edirdi özünü. Bir gün Aylin şəhərin kənarındakı meşəyə gəzməyə çıxdı. Beynini dağıtmaq, fikirlərindən xilas olmaq istəyirdi. Meşənin içində dolaşanda birdən qarşısına balaca bir qutu çıxdı. Bu Aylinin çox diqqətini çəkdi. Görəsən içində nə var idi? Köhnə, toz basmış bir qutu idi. İçini açıb baxmaq istədi. Amma əvvəlcə tərəddüd elədi. Açsam mı, açmasam mı? Öz tərəddüdlərinə qalib gəldi və qutunu açıb içinə baxmağa başladı. Qutunun içində kiçik bir şam var idi. Şamın altına isə belə bir cümlə yazılmışdı kağızda. Bu işığı yalnız öz yolunu görmək istəyənlər yandıra bilər. Aylin yenə biraz tərəddüdə düşdü. Şamı yandırsın, yoxsa yox? Nəhayət şamı yandırdı. Şam yananda meşənin içində sanki yumşaq bir yel əsdi və aniden qarşısında bir yol göründü. Bu yol adi bir yol değildi. Sanki Aylinin iç dünyasına, daxili dünyasına açılan bir cığır idi. O yavaşca addımlamağa başladı. Az getdi, çox getdi və yolun sonunda kiçik bir ev göründü. Evin qarşısında isə kiçik, yaralı bir maral oturmuşdu. Qaçmaq istəsə də qaçmağa gücü yox idi. Aylin asta-asta marala doğru addımladı və maraldan soruşdu. Maral, bu vəziyyətə necə düşmüsən sən? Maral sanki danışırmış kimi gözləri ilə Aylinə cavab verdi. Hər dəfə qaçmağa çalışdım. Hər dəfə özümə inandım, amma hər dəfə bir şey məni geri çəkdi. Nə qədər qaçdımsa, bir o qədər də zəiflədim. Taqətdən düşdüm, gücdən düşdüm və artıq gücüm qalmayıb. Aylin marala toxunanda birdən öz ürəyində bir sızıltı hiss elədi. Elə bil maralın yarası onun içində də var idi. Və o an anladı ki, maral əslində onun özüdür. Onun duyğularını ona aynalayır. Özünün qorxuları, tərəddüdləri, tükənmiş enerjisi, yorğunluğu. Aylin maralı qucaqladı və sakitcə dedi. Əziz maral, qaçmaqla yaxşılaşmaq olmur. Gəl bir yerə dayanaq, nəfəs alıb verək. Və bundan sonra qaçmaq əvəzinə həyatımızın məsuliyyətini öz üzərimizə alaq. Nə etmək istəyiriksə, hər gün az da olsa o istiqamətdə addımlar ataq. Aylin dərin nəfəs alıb verdi. Bu sözləri deyəndə maralın yarası yavaş-yavaş işıq saçmağa başladı. Ardınca işıq böyüdü, böyüdü və maral yenidən gücləndi. Ayağa qalxıb əvvəlkindən daha güclü addımlarla meşəyə doğru qaçdı. Aylin isə o an başa düşdü ki, bütün bu yol, şam, qutu, maral hamısı içindəki hekayənin simvolu idi. Bir anda Aylin yuxudan oyandı. Əslində gördüyü hər şey yuxuymuş. Qaçmaq istədiyi şeylər öz qorxularıymış. Yuxuda çox dərin bir aydınlanma yaşadı. Vəziyyətdən çıxmaq üçün qaçmaq lazım değildi. Vəziyyətin içərisinə getmək, acının içərisindən keçmək lazım idi. Heç bir çıxış yolu olmadığını düşündüyü o vəziyyət əslində ona çox böyük bir dərs verirdi. Və artıq öz həyatına doğru addımlayarkən o öz yaralarını gizlətmirdi. Öz yolunu daha aydın görürdü.
Çünki o yuxuda meşədə gördüyü şam əslində çoxdandır içində yanan işığın sadəcə bir xatırlatması idi. Aylin artıq öz gücünün fərqində idi və öz həyatının iplərini öz əlinə almağa hazır idi.